Hakimə qarşı çıxmaq olmaz. Hakimə qarşı çıxmaq haramdır, icma ilə. Nə etsə də, nə zülümlər etsə də. Gücün olsa da, gücün var, çıxmağa, yenə haramdır. Bu məsələ üsuldur yoxsa yox? Şək yoxdur, üsuldur. Şək yoxdur. Niyə? Biz deyək ki, kitab və sünnəyə müvafiq, yəni kitab və sünnədə bu məsələ məşhurdur. Daha kitab, sünnə, 50-yə yaxın hədis var. Hakimə qarşı çıxmaq olmaz. Sahabələr, tabinlər, ətbə'i təbiin, əqval, yəni bu məsələ məşhurdur əhl-i sünnədə. Bu məsələ üsul məsələsidir və salam qutardı. Aydındır? Ona görə və belə məsələni həll edirsən. Baxırsan şəxsə, Adilə, Abdullah Buxar danışıb, kim olur olsun danışsın. Kim olur olsun və kimə olur olsun. Aydın daxı? Yəni, danışan kim olur olsun və danışılan kim olur olsun, fərq eləmir. İki vəsf var, vəssalam təbdi olunur. Vəssalam. Bir, üsula müxalif. Yəni, hər şey yox da üsula, aydındır üsula, üsul olmalıdır. İki, ona görə hüccə qalxmalıdır ona. Ola bilər çünki təvil eləyib. Ola bilər belə bilir. Ola bilər də. Şəb başa düşür. Nə bilim, indi maniyələr də, yəni get, danış da ona, danış ki, sən qardaş, sən sünnə əhlisən, sələfisən. Sən amma bu hərəkətin, bu əməlin, bu sözün müxalifdir, bəyan elə ona. Qalsa həmin müxalifliyində və salam təbdi olunur. Və salam qutardı. O deyirlər bəzən, nə qədər gözləyək? Və buna da cavab vermişəm. Sən gözləmirsən qardaş. Sən deyirsən və salam qutardı. 2 dənə qabağında yol olur. Ya hə deyir, ya da razılaşmır, inad eləyir. Hə deyirsə, elhamdülillah düzəlir. İnad eləyirsə, biləkçidir. Və salam qutardı, qutarmadı. İndi baxın, gedin həll edin özünüz adili. O Abdullah Buxari, o da adil. Mən sənə qaydanı verdiyim, ged həll elə. Adil hər bir suala verdiyi cavabda əvvəl ona edilən ittihamı rədd etsə də, sonra dolayı yollarla özünün elə həmin, bəlkə də özü də istəmədən elə həmin etiqadda olduğunu ortaya qoyur. Buyurun, indi əlhamdülillah həmin səs-yazılarından bir təqdim edirəm. Buyurun. Bismillah. Bir daha da qalmış, deyirlər ki, siz deyirsiniz ki, güc olarsa olar çıxmır. Bunlar hamısı yalandır. Yalandır. Bunlar hamısı yalandır, elə şey olmuyor. O vaxtda danışılan da görüş olaraq əhl-sünnədən belə bir şey gətirilib. Məsələn, orada güc olarsa və heç bir fəsad olmazsa, yəni bu şərtlər var da. Yəni bu əhl-sünnənin yəni görüşlərindən biri olaraq alimlər kimsə İbn Həcər rahimehullah Fəthül Baridə əhl-sünnəyə mənsub edərək gətirir deyə belə bir şey gətirilib. Təkfirçilərlə söhbət olanda bu dayanmaq məsələ, hökm məsələsində, hakimin hökmü məsələsində dayanmağımı mən demişəm ona. Və gəlib tez-tez soruşurlar ki, nə görürsən onu, nə görürsən? Və buna da hər dəfə belə deyəndə və başqa şeylər gətirirlər. Bəs o filan şeydir. Filan şey hansı ki, yəni əməl olaraq özü-özlüyündə nədir? Küfrü əməllərdir. قل هذا قول عادل أنه جاءني قال لي أنت تعرفني وكيف تقول عني أني حزبي أو كذا هذا كذب منه بل هو كان مضطرب أعرف أنه مضطرب ابتداء ثم ركب مع أبي الحسن المأربي وكان ينشر أفكاره بل هو كان مضطرب أعرف أنه مضطرب ابتداء ثم ركب مع أبي الحسن المأربي وكان ينشر أفكاره نعم فهو رجل مضطرب غير متزن فإذا ما كان بعد هذا انقلب على عقبه يبقى أمره على ما هو عليه وهو أنه رجل ما نصر السنة وهو يسير في ذنب أهل الأهواء من الحزبيين. Mən getmişəm o yanına. Sonra mən Yəmən uşaqlar dedi ki, belə danışır. Və getdim yanına, hə deyik, mən Yəmən istəyəm gəlmişdi.